الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له فمن يضلله فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا قوا أنفسكم وأهليكم نارا وقودها الناس والحجارة صدق الله العظيم وإلى آخر آية. Möhtərəm müminlər, değerli kardeşler, bugünkü xutbəmiz övladlarımızın gələcəyi, övladlarımızı din ve Kur'an əxlaqı ile yetiştirmek barəsində olacaqdır. Oxu əmri ilə eynməyə başlayan son ilahi kitab olan Kur'an-ı Kerim'i okumaq baştan başa bir ibadətdir. En büyük mənəvi zövq ve xoşbəxtlik onu oxuyarkən yaşanır. Eyni zamanda bazı ibadetlerimizi de ancak Kur'an okuyarak eda edebilirik. Millet ve ümmet olarak yükselmemiz, maddi ve manevi huzura çatmamız daha çok buna bağlıdır. Çünkü insanı yaradan uca Allah'ımız, insanın dünya ve ahiret saadetini, xoşbəxtliyini Kur'an'la təyin etmiştir. Kur'an'dan, Kur'an əxlaqından uzak yetişen nesillerin, insanların cemiyete ne kadar zarar verdiğini hamımız birlikte görmekteyik. Övladımızın yaxşı bir iş sahibi olması için her fedakarlığa katlanırıq. 2 günlük dünya sözü dilimizden düşmese belə, aman balam xoşbəxt olsun diye her çətinliyi göze alırıq. Əslində isə gelecek bitip tükenmeyen hayattır. İndi özümüze sual verək. Bizden evvel veya bizden sonra sonsuzluk alemine köçecek olan evlatlarımızın ahiret hayatını, oradaki geleceğini de eyni həssasiyyətlə düşünürükmü? Bir insan göz bebeği olan evladını cehennem odunu olmaktan kurtarmak için elinden geleni edirse veya edipse ona en büyük yaxşılığı etmiştir. Başka bir ifadeyle bir insan evladının yaxşı bir Müslüman olarak yaşayıp ölmesini temin etmeye çalışıpsa ona en üstün, en değerli geleceği hazırlamıştır. Evlatlarımıza en yaxşı geleceği hazırlamak, onları İslam terbiyesiyle yetiştirmekle mümkündür. Çünkü aziz Peygamberimiz Aleyhisselam'ın buyurduğu kimi hiçbir ata-ana evladına İslam edebinden daha değerli bir hediye verebilmez diye buyurmuştur. Kardeşler, böyle bir şey düşünək. Evladımız bize mektepten kıymet cədvəli getirir. Elimize alar, kıymetlerini kontrol eder, dersine çalışmadığı, oyuna dalıp, tembellik edip, ehmalkarlık gösterip, tapşırığını etmediği için zayıf kıymet alıpsa onu danlayarıq. Bu kıymet kağızına adi bir kağız gözüyle değil, bir de ahirette biz kullara verilecek, dünyada mənimsədiyimiz inançlar ve ettiğimiz emellerin yazıldığı defter veya məhşərdə sahibinin halını, akıbetini açıklayan defter diye bildiğimiz emel defteri kimi baxsaq, acaba hansı duygu içinde olarıq? Yani bugün elimize kıymet cədvəli geldiği kimi sabah ahirette de ettiğimiz her emelimizin yazılı olduğu emel defterimiz verilecek. Ona göre de evladımızın bu dünyadaki kıymet cədvəlini düşündüğümüz kimi ahirette alacağı emel defterini de düşünürükmü? Hayat bu dünyadan ibaret olmadığı kimi felaketler de dünyada başa gelenlerden ibaret değildir. En büyük yoksulluk,
ayə-i kərimədə də buyurulduğu kimi, uşaqların belə saçlarını ağardan o hesab günündə əli boş qalmaqdır. Ən böyük dərdimiz övladlarımızın sadəcə dünyada deyil, ahirət həyatında da yaxşı bir yeri qazanmalarını təmin etmək olmalıdır. Çünki orada insanı gözləyən acılar, fəlakətlər dünyadakı fəlakət və sıxıntılarla müqayisə edilməyəcək qədər qorxunçdur. Əziz qardaşlarım, uşaqlara din tərbiyəsi verən məktəblərin olmaması və ya kifayət qədər olmaması, ata-anaları onlara dinlərini öyrətmə məsuliyyətindən azad eləməz. Onları, övladlarını daha yaxşı məktəblərdə oxudaraq, dünyada xoşbəxt etməyin yolunu tapan valideynlər, övladlarını yaxşı bir müsəlman olaraq yetişdirməyin də yolunu axtarıb tapmaq məcburiyyətindədirlər. Yanlış anlamayın, yaxşı məktəblərdə oxutmayın demirik. İstəyirik ki, övladlarımız əsas tərəfi olan mənəvi cəhətdən məhrum qalmasınlar, iki qanatlı olaraq yetişsinlər. Gələcəyin 2 günlük dünya ilə məhdud olmadığına inanan və övladlarını həqiqətən sevən ata-analar hansı şərtlərdə olursa olsun, onları Allah, Peyğəmbər sevgisi ilə bəzəməlidirlər. Övladım yaxşı iş sahibi olsun deyə xəyal qurub, bu amalla onların yetişməsini təmin edən ata-ana, övladının mənəvi saflığını da unutmamalı. Bu yolda biganə və laqeyd qalmamalıdır. Unutmamalıyıq ki, hesab günü bizə əmanət edilən övladlarımızı necə yetişdirdiyimizdən də hesaba çəkiləcəyik. Bu dünya fanidir. Əbədi dünyamız ahirətdir. Övladlarımızın o dünyasını da fikirləşməli, ona görə daha çox əhəmiyyət verməliyik. Hesabını alnı açıq verə biləcəyimiz bir övlad yetişdirməliyik. Çünki bir ata-ananın övladına verə biləcəyi ən önəmli miras onu din, Qur'an əxlaqı ilə yetişdirməkdir. Məhz bu zaman ata-ana əsas vəzifəsini ifa etmiş, övladlarının gələcəyini təmin etmiş olarlar. Bir valideyn övladı üzündən cənnətə girəcəyini, cənnətə girə biləcəyini də unutmamalıdır. Bunun tam tərsini, övladı üzündən cəhənnəmə girə biləcəyini də unutmamalıdır. Peyğəmbərimiz əleyhissalam sizin ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəninizdir buyurur. Bu müjdəyə nail ola bilmək üçün, Peyğəmbərimizin tərif etdiyi o ən xeyirli insan ola bilmək üçün hər birimiz, sadəcə uşaqlar deyil qardaşlar, hər birimiz Qur'an öyrənməyə çalışaq. Xüsusilə hər bir müsəlman valideyn övladının dinini və Qur'anını öyrətməyi əsas və mühüm bir vəzifə bilib, onların Qur'an və din biliklərini öyrənməsi gərəkdiyinə səmimiyyətlə inanmalı. Uşaqlarımızın dünya həyatlarını qazanmalarını düşündüyümüz qədər kamil müsəlman olmalarını və əbədi xoşbəxtliyi, axirəti qazanmalarını da düşünmək məcburiyyətindədir. Televizora baxmağa, film və yarışmalara baxmağa ayırdığımız vaxtın heç olmasa bir qismini Qur'anı oxuyub öyrətməyə də ayırmalıyıq bir müsəlman olaraq. Digər vaxtlarda övladlarımızı kurslara, məşğələlərə, məktəblərə və universitetlərə göndərmək üçün göstərdiyimiz diqqət və həssasiyyəti indi qardaşlar, bu vaxt, bu yay tətilində Qur'an öyrənməsi üçün, məscidlərə gəlməsi üçün də eyni diqqəti, eyni həssasiyyəti göstərəyin inşallah. Əks təqdirdə biz bu işə övladlarımızın din əxlaqını və Qur'anı öyrənmələrinə əhəmiyyət vermirik deməkdir. Dini və Qur'anı öyrənmənin müsəlmanlığın bir gərəyi olduğunu bilək və bunu da əsla unutmayaq. Əziz qardaşlar, xüsusilə bu günümüzdə bu mövzuda ciddi düşünməmiz, bu mövzuya ciddi əhəmiyyət göstərməmiz lazımdır. Gənclərimizin, gəncliyimizin vəziyyəti göz qabağındadır. Ona görə də
övladlarımızı yaşı böyük olsa belə, məktəbi qurtarmış olsa belə, məscidlərimizdə fəaliyyət göstərən Qur'an öyrənmə kurslarına göndərək və hətta gətirək. Bu kurslarla əlaqəli valideynlərə bunu söyləmək istəyirik. Bu bir fürsətdir və bundan faydalanmaq üçün uşaqlarımız, övladlar mütləq məscidlərə, Qur'an kurslarına göndərilməlidir. Mümkündürsə şəxsən əlindən tutaraq aparmalı və davam edib etmədikdə kontrol edilməlidir, sevdirilməlidir. Övladımızın fiziki və əxlaqi inkişafına faydalı olması məqsədi ilə bu Qur'an kurslarına əhəmiyyət verilməlidir və əhəmiyyət verməmiz lazımdır, dəyərli qardaşlar. Bu Qur'an kurslarında uşaqlarımıza nələr öyrədilir? Bu kurslarda Qur'an-ı Kərim başda olmaq üzrə əsas dini biliklər öyrədilməkdədir. İman əsasları ilə bəzi surələr, dualar və ibadətlər onların anlayacağı şəkildə öyrədilməkdədir. Bu dini biliklər sadəcə bilgi olaraq deyil, yaşanmasının gərəkliliyi, din, İslam əxlaqı, dinin və məscidlərin həyatımızdakı əhəmiyyəti, dinimizin sevgi və qardaşlığa, birlik və bərabərliyə verdiyi əhəmiyyət öyrədilir. Məqsədimiz də budur. Səviyyəli, keyfiyyətli və imanlı bir gələcək nəsil yetişdirməkdir. Və yenə Qur'an kursları gənclərimizin, uşaqlarımızın din mövzusundakı ehtiyaclarını bidət və xurafələrdən uzaq, doğru dini biliklərlə yetişmələrini, ifrat və təfriddən, qeyri fikirlərdən uzaq onları etiqad, ibadət və əxlaq mövzularında doğru şəkildə aydınlatmaq məqsədi ilə təşkil edilir. Hər müsəlman ailə qız oğlan fərqi olmadan övladının Qur'anı öyrənməsini, namazı bilməsini, əsas dini bilikləri öyrənməsini, böyüdüyündə namazlı, niyazlı bir insan müsəlman olmasını, cümələrə getməsini arzu eləyər və bu övladın valideyn üzərindəki haqqıdır. Dəyərli din qardaşlarım, onun üçün çalışaq ki, övladımız məscid havasını alsın, məscid, din, Qur'an abı havası ilə böyüsün. Ömrü boyunca məscidə girməyən, girə bilməyən, girməkdən qorxan bir uşaq məscidlə tanış olsun, məscidini tanısın və ilk dəfə məscidə gələn, məscid ədəbini bilməyən və o tərəfə bu tərəfə qaçan, namazda gülən uşaqlara da, qardaşlar, xoş davranmaq, dalaşmaq, davranmaq deyil, onlara hər birimiz böyüklük etməmiz və bilmədikləri şeyləri də öyrətməmiz lazımdır. Xütbəni Peyğəmbərimiz Əleyhisselamın 2 dənə hədis-i şərifi ilə bitirirəm. Əziz Peyğəmbərimiz Əleyhisselam buyurur ki, Qur'an oxu ki, yüksələsən. Oxuduğun nisbətdə cənnət pillələrindən yuxarı çıx. Dünyada tərtil üzrə, tərtil ilə oxuduğun kimi cənnətdə də elə oxu. Çünki sənin cənnətdə yaşayacağın yer oxuduğun ayənin son nöqtəsindədir. Nə qədər oxuyarsansa, o qədər yüksələrsən. Kim Qur'anı oxuyar və onunla gərəyi kimi əməl edərsə, qiyamət günü onun ata-anasına işığı günəş işığından daha parlaq bir tac geydirlər və yenə onun ata-anasına qiyməti dünyalara dəyişilməz 2 paltar geydirirlər. O valideynlər bunlar nə üçün bizə geydirilir deyə soruşduqlarında onlara övladınızın Qur'an öyrənməsindən dolayı deyə cavab verirlər. Savab da qazanmamız, mükafat da almamız, qardaşlar, hər iki tərəfli olaraq bizim öz əlimizdədir. Sadəcə rayon məscidlərində, şəhər məscidlərində deyil, kənd məscidlərində də təşkil olunan Qur'an-ı Kərim kursları var. Həm qızlar üçün, həm oğlanlar üçün. Bu yay tətilində dəyərli qardaşlar, çalışağın ki inşallah evlərdə də Qur'an-ı Kərim çalışması ilə, bərəkətlə dolsun, o ab-hava ilə övladlarımız yetişsin, məscidlərdə təşkil olunan Qur'an-ı Kərim kurslarına davamiyyəti biz valideynlər olaraq əlimizdən gəldiyi qədər ciddi şəkildə inşallah diqqət eləməyə çalışağın. Ələ innə əhsənəl kələm və əbləğən nizam, kələmullahil məlkil